Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Vaxt səhər idmanındır və artıq keçid alaq xəbər marafonumuza. Dostlar, sözün əsl mənasında sizi birazdan xəbər marafonu gözləyir. Çünki müxtəlif idman növlərini əhatə edən bir xəbər blokumuz var. Bilirsiniz ki, hazırda qış mövsümüdür və ölkəmizdə də qış kurortlarında, məsələn elə Şahdağda müxtəlif yarışlar həyata keçirilir. Xüsusən də həftə sonları, özü də qış olimpiya oyunlarının başlamasına da çox az bir vaxt qalıb. Bilirsiniz, ictimai televiziya vasitəsilə də bu yarışları biz canlı izləyəcəyik. Milano Cortina'da keçiriləcək. Və dostlar, ona görə də mütəmadi olaraq da qış idman növlərindən bağlı maraqlı xəbərlərimiz olacaq. Başlayaq, elə ötən həftə sonu Heydər Əliyev kuboku keçirildi snowboardçular arasında. Daha desəm, həvəskar snowboardçular arasında və onlar arasında, baxın, məsələn, az yaşlı uşaqlar da var. 6-8 yaş kateqoriyasında, onlar arasında, məsələn, bu ekranda gördüyünüz Raul Abbasovdur. Az yaşlı olmanda baxımları görün necə özgüvənli, belə deyək, idarə etməyə bacarır snowboardu. Öz yaşlılar arasında birinci olub. Həmçinin 9-12 yaş kateqoriyalar arasında qadınlardan Rosalia Dubitsova da birinci yerə layiq görülüb, ölkəmizi təmsil edib bu yarışda. Həmçində eyni yaş kateqoriyasında kişilər arasında Daniel Belousov da birinci olmağı bacarıb. Həmçinin qeyd edim ki, dostlar, 13-17, 23, 45, 46, 56 yaş kateqoriyalarının ümumiyyətlə qaliblərinin adına aydınlıq gəlib. Bir daha qeyd edim ki, yəni həvəskar snowboardçular arasında bu yarış keçirilir və təbii ki, yarışın keçirilməsinin də əsas məqsədi odur ki, kütlə biliyi artsın, maraq artsın, insanların, xüsusən də qış kurortlarına gələn, belə deyək, insanların, turistlərin bu idman növünə marağı bir qədər də çoxalsın ki, gələcəkdə, məsələn, bax, bu yarışda biz gördüyümüz az yaşlar arasında bəlkə də bizi gələcəkdə növbəti qış olimpiya oyunlarında təmsil edəcək xizəkçilər, snowboardçular ola bilər. Niyə də yox, düşünürəm ki. 40-a yaxın həvəskar snowboardçu iştirak edib bu yarışda. Düşünürəm ki, əslində az bir göstərici də deyil və ildən ilə də bu tip yarışlar artır. Və gələn həftə isə Heydər Əliyev kubokunda xizəkçilər arasında yarış keçiriləcək. Bu yarışda da mən xüsusən yəni maraqla səbirsizlə gözləyirəm. Bu snowboard. Mənim üçün hamısı xizəkdir. O oturulan daxil olmaqla mənim üçün hamısı xizəkdir. Xizəkdir. Onu da aparmaq lazımdır. Aparmalıyıq onu, yaxından tanış olsun. Formula 1-dir, xizəkdir. Bu xizək dedim mən. Onlar vermişəm qızların kurasiyasını özləri həll eləyəcəklər. Mən özüm snowboardu çox sevirəm. Hətta bir neçə dəfə də cəhd eləmişəm. Yəni xizəklə müqayisədə xizəyi də yoxladım. Snowboardu da yoxladım. Gördüm snowboardda daha o başqa bir ab-hava verir. Amma daha çətindir snowboard. Bəli, daha çətindir, amma snowboardu daha çox sevdiyim. Hətta bir neçə dəfə müəllimlə də məşq elədim. Sadəcə olaraq Şahdağa biraz yolum az düşür deyə ona görə məşq eləmirəm, amma çox sevirəm snowboardu. İstəyirsən gələn həftə sonu, bu həftə sonu gedək. Bu həftə sonu mən düşünürəm getməyə. Bu bir dəvətdirmi? Təşviq eləyim, bəli. Bu bir dəvətdirmi görəsən? Mən xizəkdə, sən snowboardda, niyə də yox? Allah, niyə də yox? Gözəl kadrlar çəkərik, tamaşaçılara da göstəririk. Bəli, ən azından yaşıl yoldan sürməyə cəhd edərik. Bəli. Göylə qırmızını söz vermirəm, amma ən azından yaşıl yol biraz asandır. Bəli, gedə bilərəm. Amma bir 2 il bundan əvvəl olub bu. Mənə elə gəlir ki, yeniləmək lazımdır. Mən də deyilənlərə qatmıram. Velosiped yaddaşı kimi bir şeydir əslində. Yəni, əgər bir dəfə öyrəndilsə, mütəmadi sürə biləcəksən. Mən də deyilənlərə qatmıram. Səlis, axıcı və rəvan söhbət oldu. Dostlar, bununla paralel olaraq Şahdağda həmçinin qar voleybolu üzrə də ölkə kuboku O voleybolu bildim, o rahatdır, onu bildim. Amma qarda gedir, söhbət. Qarda oynamaqdan gedir söhbət. Bacararsan qarda oynamağa. Qarda qar topu oynayaram, voleybolu yalan deyərəm. Qar voleybolu üzrə dairəvi sistem üzrə bir yarış keçirilib və deməli, bütün oyunlarda qalib gələn Gəncə komandası 4 qələbə və qazandığı 12 xalla birinci olmağa bacarıb. Həmçinin milli komandası ikinci olub, 3 qələbə və qazandığı 8 xalın. Azarı isə 2 qələbə və qazandığı 6 xalın 3-cü yeri tutub. Bu qadınlar arasında yarışdan gedirdi söhbət. Kişilər arasında isə Gənclər və Baku Fires komandaları finalda bürünc medal uğrunda daha doğrusu üzə gəliblər. Baku Fires 2-0 hesabı ilə qalib gələrək turnirin bürünc medallarını boynundan asmağa bacarıb. Finalda isə Azarel ilə Qaraqaya komandaları qarşıya gəliblər. Azarel 2-0 hesabı ilə qələbə qazanaraq onlar qızıl medala sahib çıxıblar. Voleybol çox maraqlı, fərqli bir çox gözəl idman növüdür. Topla olan bütün idman növləri çox gözəldir. Amma bir məsələ var ki, mənim şəxsi fikrimdir, indi hərə bir zövq var. Hər kəs məşğul ola bilər bu idman növü ilə. Ancaq voleybol mənə görə qadın idman növüdür. Qadınların arasında oynanan voleybol oyunu daha maraqlı keçir, daha gərgin keçir. Çünki bir estetika var və məsələn 4 xal, 5 xal kişi voleybolunda artıq çox böyük fərqdir. Geri dönüş olmur. Çünki xanımlar topa belə deyək, zərbə endirirlər, kişilər Həzrət Abbas qapazı vururlar da. Yəni baxırsan top dəyir, qalxır, bəzən çıxdı, getdi tribunaya. Çox sürətli olur. Bəzən
çox topu belə izləmək də maraq olmur. vermir mənə də. Məsələn, amma qadınlar arasında biz ümumiyyətlə ölkəmizdə də bir vaxtlar çox yaxşı olub, bu ənənə olub. İndi də çempionatımız İndi də var, amma davam edir. məsəl üçün top komandalar kuboku yadıma gəlir. Azərbaycan ilə oynayanda məsələn inanın mənə indi Qarabağa necə azarkeşlik eləyirdisə bütün ölkə demək olar ki, televiziya qarşısında orada belə deyək həmin o hansı zalda ki, əl oyunlar sarayı olsun və yaxud digər harda oynayırlarsa, bütün xalqımız ona baxırdı. Bizim evdə ailəlicə, Allah rəhmət eləsin, nənəm daxil oturub baxırdı, xanımlarımızı dəstəkləyirdi. Razıyam, Bakı İdman Sarayında atamla birlikdə gedib baxırdıq. 100% çox yaxşı da voleybolçularımız olub bizim ki, hamımız adlarını əzbər bilirdik. Allah Həsənovası, Parxomenko bacıları, Natalya Məmmədova. Yəni çox idi və İnessa Qorxmaz var idi. Azərbaycanlı xanımlarla, məsəl üçün, daha doğrusu bizim ölkədə yetişən voleybolçu kimi Natavan Qasımova var idi. Çox idi idmançılar. İndi voleybolu gördüm, o yadıma düşdü ki, yəni buna həmişə məsəl üçün danışılır, deyilir ki, futbol kişilərin ifasında daha yaxşıdır ki, bu da düzdür. Məsələn, voleybol da qadınların ifasındadır daha yaxşıdır. Amma bəzi idman növləri var ki, onlar hər ikisi həm xanımlarda, həm kişilərdə izləməyə daha maraqlıdır. Məsələn, güləş. Bəli. Belə idman növləri də var. Və futbolu qeyd elədim Firuzəsində, amma ötən həftə sonu bizi bir futbolçumuz çox sevindirdi. Yəni futbol tarixinə keçdi. Söhbət amma qadın futbolçumuzdan gedir. Nigar Mirzəliyevadan gedir söhbət. Bizim millimizin üzvü o Hamburqa transfer oldu. Almaniya klubuna. Almaniya Bundesligasına. Yəni kişilərdən fərqli olaraq qadın futbolçularımız bax bu cür Avropada karyeralar davam edirlər. Zenitdə oynayırdı, o da kifayət qədər yaxşı komandada oynayırdı onsuz da. Yəni Rusiyanın ən köklü klublarından biridir. Onun qadın komandasında bir neçə mövsüm idi ki, çıxış edirdi və Zenitdən Hamburqa transfer olundu. Uğurlar arzu edirik. 23 yaşı var bu xanım futbolçumuzun, gəncdir. Uğurlar arzu edirik Nigar xanıma və bu hər mənada karyerada yüksəlişdir bir futbolçu üçün. Bundesligada oynamaq daha rəqabətli çempionatda oynayacaq. Uğurlar arzu edirik. Ümumiyyətlə, xanım futbolçularımız arasında legioner həyatı yaşayan futbolçular sayı çoxdur. Bizim millimizdə bəlkə də bir 70% xanım futbolçularımız. Türkiyə liqalarında oynayırlar, Rusiyada oynayırlar, Avropada oynayırlar. Məsələn, Nigar özü də müsahibə verir bu barədə. Təbii ki, yəni emosiyalarını bölüşüb. Deyir ki, çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk Azərbaycanlı qadın futbolçuyam ki, Bundesligada oynayacağam. Hamburq tarixi bir klubdur. Burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam. Hədəflərim böyükdür. Bax, bu böyük hədəflərində də Nigarə uğurlar arzu edirik. Ümumiyyətlə, Hamburq doğrudan tarixi klubdur. İndi biraz bilməyə bilər, indiki dövrü biraz yaxşı kişi komandasına həmçinin dövrünə keçməsə də Borussia Mönchengladbach olsun, Hamburq olsun, onlar Almaniyanın ən köklü komandalarındandır. İndi o vəziyyətdə olmasalar. Və Nigarın müqaviləsinə görə də 2 il yarımlıq bir müqaviləsi var. Dövrə arasıdır, yarım belə 2 ildə elə. 2 ildə elə, yəni uğurlar arzu edirik. Yaxın biz onu Almaniyada görə biləcəyik. Uğurlar arzu edirik ona. Dostlar, daha bir transfer xəbərim var, amma bu futbolçu öz karyerasını bir müddət yekunlaşdırmışdı. Amma sonra onu yenidən deyəsən futbol meydanlarında görə biləcəyik söhbət Luis Nani'dən gedir söhbət. Ötən həftə sonunda ən maraqlı xəbərlərindən biri idi. Sosial mediada biz onun fotolarını bax bu Qazaq geyimində gördük. Aktobaya bəli transfer olundu. 2016-cı ilin Avropa çempionu. Özü də deyib ki, mən Aktobaya qoşulmaqdan çox məmnunam. Klubun Qazaxstanda futbolun inkişafına töhfə verməyi səbirsizliklə. Yəni pul qazanmağa gəlməmişəm, töhfə verməyə gəlmişəm. Bəli, və klubun gələcək baxışı məni çox təsirləndirdi. Həm evdə, həm də xaricdə bizi yeni zirvələrə çıxarmaq üçün. Klubun layihəsi onu inandırıb. Bilirəm, bu cümlələrin hamısını mən əzbər bilirəm, 30 ildə eşidirəm. Məsələn, 39 yaşında gəlib Qazaxstan futboluna töhfə verməyə. Aktober klubu bir başqa karyerasını bitirmiş futbolçunu da futbola qaytarır, səhv eləmirəmsə. Miralem Pjanic, bir vaxtların çox yaxşı futbolçusu. Böyük ehtimalla onu da hələ ki rəsmiləşməyib təbii ki bu. Fəridə rəsmiləşmiş məlumatı onsuz da ötürdü bizə. Bəli, yəni ki, Miralem Pjanic də töhfə vermək üçün qayıdır futbola. Sən nəyə görə belə skeptik yanaşırsan? Çünki bilirəm ki, 39 yaşı var. 39 yaşında Qazaxstana gedirsə, onsuz da yəni karyerasını bitirmişdi. Mənə də o pulu versə, mən də gedərəm Qazaxstana. Töhfə verməyə. Töhfə verməyə gedərəm, bəli. Və Aya sizcə nə qədər qazanacaq Nani? Bilmirəm, amma gəl əsas məsələyə deyək. Yuxarı aşağı bir təxmininiz var? Aya? Bir hadisə 30.000 avro. Aysel onu 2-yə vur, üstünə 10.000 də gəl. 70.000 avro. Bəli. Dollar, daha doğrusu dollardan gedir. Dollar və aylıq 1 milyona yaxın eləyir. 840.000 dollar. 39 yaşında Naniyə 840.000 dolları illik. Aylıq 70.000. İllik 840.000 dolları 40 yaşlı Naniyə
dünyada ancaq belə də, yəni belə komandalar ki, hansı ki, sırf ulduz oyuncu gətirmək istəyirlər, onlar belərlər ki, o da getsin töhfə versin. Amma belə bir məsələ də var ki, ola bilsin ki, Qazaxıstan belə deyək, futbolu, oradakı menecerlər, funksionerlər istəyirlər ki, bu cür məşhur adları öz ölkə çempionatlarına dəvət etsinlər. Rivaldonu Spartakor transfer eləmişdi. Yəni, bu belə də PR gedişi də deyə bilər əslində ona. Həmçində istəyirlər ki, yəqin ki, Naninin karyerasının son klubu da, yəni Wikipediyada yazılsın ki, sonuncu da Aktobida çıxış edib. Yəni, bütün bunlar müəyyən qədər bir PR gedişidir. Nani əslində de facto Amerika Birləşmiş Ştatlarına gedəndə o artıq onun son klubuydu getməmişdən əvvəl. Amma hələ ki, davam edirlər. Bu arada Nani ilə bağlı kiçik bir xatirəm də var. Bilirsiniz ki, mini futbol üzrə Avropa çempionatı keçiləndə Bakıda püşkatma mərasimi keçirilmişdi və xüsusi qonaqlar arasında Nani də var idi və onu səhnəyə dəvət etmək kimi bir belə deyək, xatirəm də olmuşdu. Yəni, azmaz da olsa bir ünsiyyətimiz olmuşdu. Sən onu səhnəyə dəvət edən biri kimi töhfə verə biləcəkmi səncə? Çətin. Çətin, amma bir vaxtların Aysel çox yaxşı futbolçusu olub Nani. Xüsusilə Manchester United'da oynayan vaxtları hardasa 47 il bundan əvvəl falan. O vaxtlar çox yaxşı futbolçu. Amma bilirsən, Manchester United deyəsən qayıdır. Qayıdır. Qayıdır, özü də çox yaxşı qayıdır. Yeni baş məşqçiləri ilə.